Gözünüz aydın əziz dostlar, Qarabağ qayıtdı. Əlbəttə birinci yerə. Dünənləri Azərbaycan çempionatında Turan Tovuz üzərində 2-1 hesabı ilə qələbədən sonra Qarabağ lider oldu. Düzdür, oyun çox çətin oldu. Bunu Qurban Qurbanov da qeyd elədi ki, birinci hissədə rəqiblə bacarmaq mümkün deyildi. Hərçənd ki, heyətdə 11 dənə legioner buraxılmışdı. Amma buna baxmayaraq Turan Tovuzun üstünlüyü var idi. Fasilədən sonra rəqibin gücü tükəndi və Qarabağ qələbə qazandı. Heyətə ikinci hissədə Nərman da və Elvin də daxil oldular və Qarabağın oyunu müəyyən qədər dəyişdi. İndi əsas odur ki, bir neçə gündən sonra Atletik Bilbao ilə çox çətin oyun gözləyir komandanı. Amma şad xəbər var ki, Marko Yankoviç Qarabağın heyətində ikinci hissədə meydana daxil oldu və Qurban Qurbanov dediyinə görə formanı qaytarır. İnşallah komandamıza uğurlar.